Rəşad bundan əvvəl Suriya müharibəsində iştirak edən və döyüşlərdə öldürüldükləri iddia olunan Azərbaycanlılar haqda sizə məlumat vermişdik. Həmin şəxslərin ailələri övladlarının Suriyada olmasından xəbərsiz olduqlarını və bunu yalnız televiziyada yayımlanan görüntülərdən öyrəndiklərini bildirmişlər. Övladlarının taleyindən xəbərsiz olan valideynlər çox narahat idilər. YouTube internet portalında yenidən Suriya döyüşlərində Azərbaycanlıların olduğunu əks etdirən video görüntülər yayılıb. Aynı Sivni Şəki bürosundan Xatirə Əkbərova həmin kadrlarda göstərilən döyüşçülərin Zaqatalada yaşayan ailələrində olub. Valideynlərdən eşitdiyi cavablardan bir xeyli təəccüblənib. Niyəsini reportajdan biləcəksiniz. Bu mənim oğlumdur, Məmmədov Rəşad Zəkərioğlu. Hal-hazırda Suriyada Allah rızası üçün cihad eləyir, müsəlmanları müdafiə eləyir. Nə qədər təəccüblü səslənsə də, Suriyada mücahid hərəkatına qoşulan Zaqatala sakinlərinin valideynləri bu fikirdədir. Qeyd edək ki, Suriyada olan son vəziyyətlə bağlı YouTube-da yayımlanan silahlıların döyüşdən əvvəlki andişmə mərasimində Zaqatalanın Muxaq kənd sakinlərinin həmin silahlı birləşmələrin tərkibində olan görüntüləri yayılıb. Görüntülərin evladları olduğunu təsdiqləyən valideynlər isə fevral ayının 14-də 4 nəfərin bu məqsədlə rayonu tərk etdiyini söylədilər. Azad Suriya ordusunun tərkibində silahlı birləşmələrdə oğullarının iştirakını təsdiqləyən valideynlər bildirdilər ki, onlar evladları ilə internet vasitəsilə əlaqə saxlayırlar. Silahlı birləşmələrə rəhbərlik etdiyi deyilən rayon sakini Vahid Məmmədovun yayımlanan videosunda onun digər döyüşçülərə nisbətən fərqli geyimdə və üzərində daha çox silah-sursat olması da görünür. Valideynləri onun hərbi xidmətdə xüsusi bölmədə hava hücumundan müdafiə sahəsində qulluq etdiyini bildirdi. Ona məxsus hərbi biletdə də bu barədə rəsmi qeydiyyat aparılıb. Əldə etdiyimiz daha bir maraqlı fakt odur ki, Vahid Məmmədov bir neçə il əvvəl hüquq mühafizə orqanları tərəfindən Zaqatalada meşə qardaşları ilə bağlı keçirilən xüsusi əməliyyatda da iştirak edib. Valideynləri bildirdi ki, Vahid Məmmədovdan martın 14-də axırıncı mesaj gəlib ki, mən yaxşıyam. Sonra səs sorağını eşitməsələr də YouTube-da görüntülərini izləyiblər. Silahlı birləşmələrə qoşulan Rizvan Süleymanovun anası Sahilə Süleymanov isə oğlunun işləmək adı ilə evdən getdiyini söyləsə də az sonra aydın oldu ki, o da Rizvanın qanlı döyüşlərdə iştirakından xəbərdardır. Onlar müsəlmanlara qarşı vuruşmurlar, müsəlmanları müdafiə edirlər, ermənilərə qarşı. Müsəlmanların düşmənlərinə qarşı vuruşur. Daha bir həmvətənimiz Rəşad Məmmədovun atası Zəkəriyyə Məmmədov isə nəinki oğlunun Suriyada silahlı birləşmələrə qoşulduğunu təsdiqlədi. Hətta bu barədə əvvəlcədən tam məlumatlı olduğunu və oğluna bu işdə xeyir dua verdiyini də söylədi. Gedələ belki yoluna bağlı demişdim o gedəsiyəm. Dedim, gedirsən get, yaxşı yol, xalis Allah üçünə. İnternet vasitəsilə Rəşadla mütəmadi əlaqə saxladığını deyən ata onu da bildirdi ki, oğlunun deməsinə görə Azad Suriya ordusunun tərkibində çoxlu sayda Azərbaycanlı var ki, onların da əksəriyyəti bu bölgənin sakinləridir.